Sən xarici ilə evlənsən daha yaxşı olar. Sən Azərbaycanlı yoldaşdan deyil də yola gedə bilməyəcəksən. Səni heç kim saxlamaz. Sən necə deyim, xarici ilə evlən. Bu şeylərin varsa. Nə qədəm yanlışdır. Qadınıqsa susmalıyıqmı? Yəni təbii ki, burada sadəcə qadınlardan da söhbət getmir. Biz kişilərdən də danışacağıq ki, kişilərin də doğru bildiyi yanlışlar var ki. Amma yəni qadının sırf istəklərini deməməsi bu qədər belə sərhəddə, yəni cizgi qoyulubdur ki, sən deyə bilməzsən. Hətta sən sevgilisən, sən ondan yaxınlıq, hətta öpüşməki, gələcəkdə evlənsən, bunu sənə kozır kiminə, yəni başına qalxınca edəcəkdi ki, bax, sən sevgili vaxtı mənə bunları icazə verirdin. İndi evlənmişik, sənə mən güvənmirəm, inanmıram. Yəni görün qadının necə özgüvəninin tapdalanması var və xanım da ona gələn o qədər dəyərlər, o baskılar valideynlərdən, cəmiyyətdən gəlir ki, adam deyə bilmir ki, mən əslində normal bir şey etmişəm. Yəni normal istək, sevgi, sevilmiş bir yerdə bunu yaşamağımıza baxmayaraq sən bunu deməyin nə qədər yanlışdır. Bu yanlışı doğru hesab eləyir və ona baş əyir.